Salam, əziz izləyicilər. Mən sizin daimi hüquqi məsləhətçiniz. Bugün sizinlə bir çoxunuzun yuxusunu ərşə çəkən, cibinizə birbaşa təsir edən və gələcəyinizi formalaşdıran bir mövzudan danışacağam. Daşınmaz əmlak sahibləri üçün yeni qanunlar. Bilirəm, qanunvericilikdəki dəyişikliklər hər zaman narahatlıq doğurur. Xüsusən də söhbət sizin evinizdən, torpağınızdan, əziz əmlakınızdan gedirsə. Bu video sizin üçün həyati əhəmiyyət kəsb edir. Çünki bu dəyişikliklər demək olar ki, hər kəsə aiddir. İndi kanalıma abunə olun və bəyənmə düyməsini basın ki, bu kritik məlumatı qaçırmayasınız. Gəlin əvvəlcə problemin mahiyyətindən axaq. Əvvəllər daşınmaz əmlakın qeydiyyatı, vergiləndirilməsi və sənədləşdirilməsi müəyyən qədər sadə, bəzən isə əksinə, həddindən artıq bürokratik bir proses idi. Bir çox sənədlər kağız üzərində saxlanılır, əl ilə qeydiyyat aparılır və müxtəlif dövlət qurumları arasında koordinasiya bəzən zəif olurdu. Əmlakın qiymətləndirilməsi metodları köhnəlmiş və bazar reallıqlarını əks etdirməyən hallarla qarşılaşırdıq. Məsələn, 30 il əvvəl tikilmiş bir binanın mənzilinin kadastr dəyəri ilə real bazar dəyəri arasında çox böyük fərqlər yaranırdı ki, bu da vergilərin qeyri-ədalətli olmasına səbəb olurdu. Vətəndaşlar köhnə kupçalarla illərlə yaşayır. Bəzən hətta əmlaklarının dövlət reyestrində tam olaraq qeydiyyatda olub-olmadığından belə xəbərsiz olurdular. Bu sistemin çatışmazlıqları, xüsusilə də fırıldaqçılıq, sənəd saxtakarlığı və dövlət büdcəsinə daxil olmalı olan vergilərin tam şəkildə yığılmaması kimi problemlər yaradırdı. Bəs indi nə dəyişdi? Təsəvvür edin ki, dövlət bizim əmlakımızla bağlı ünsiyyət tərzini tamamilə yeniləyir. Yeni qanunlar şəffaflığı artırmaq, prosesləri rəqəmsallaşdırmaq, əmlak bazarını nizam-intizamlı etmək və əmlak sahiblərinin hüquqlarını daha etibarlı şəkildə qorumaq məqsədi daşıyır. Bu dəyişikliklər əsasən iki əsas istiqamətdə cəmləşir. Birinci, bütün daşınmaz əmlakın vahid rəqəmsal reyestrdə məcburi yenidən qeydiyyatı və sənədləşmə proseslərinin sadələşdirilməsi. İkinci, əmlak vergilərinin hesablanma metodologiyasının müasir bazar dəyərinə uyğunlaşdırılması. Bu qanunlar daha müasir, çevik və şəffaf bir sistem qurmağı hədəfləyir ki, bu da həm dövlət, həm də vətəndaşlar üçün uzunmüddətli perspektivdə faydalı olmalıdır. Lakin bu keçid dövründə bəzi çətinliklər və vəzifələr ortaya çıxır ki, hər bir əmlak sahibi bunları bilməlidir. Gəlin indi əsas hissəyə keçək və yeni qanunvericiliyi daha detallı nəzərdən keçirək. Birinci əsas dəyişiklik, daşınmaz əmlakın məcburi yenidən qeydiyyatı və rəqəmsallaşdırılması. Bu yeni qanunvericiliyə görə ölkə ərazisində mövcud olan bütün daşınmaz əmlak, o cümlədən mənzillər, fərdi yaşayış evləri, torpaq sahələri, qeyri-yaşayış obyektləri vahid rəqəmsal reyestrdə yenidən qeydiyyatdan keçməli və ya mövcud sənədləri rəqəmsal formata uyğunlaşdırmalıdır. Bu prosesin əsas məqsədi daşınmaz əmlak haqqında dəqiq, tam və etibarlı məlumat bazası yaratmaqdır ki, bu da gələcəkdə əmlakla bağlı bütün əməliyyatları, alıq-satqı, miras, girov və s. daha sürətli və təhlükəsiz həyata keçirməyə imkan verəcək. Bu, həm də fırıldaqçılıq riskini minimuma indirəcək və sənəd saxtakarlığının qarşısını alacaq. Kimə aiddir və kim narahat olmalıdır? Bu dəyişikliklər ilk növbədə köhnə tipli sənədləri, məsələn 1990-cı illərin əvvəllərində verilmiş kupçalar, bələdiyyə qeydiyyat vərəqələri, Sovet dövründən qalma sənədlər olan hər bir əmlak sahibinə aiddir. Əgər sizin əmlakınızın çıxarışı hələ də kağız formada və ya köhnə məlumatlarla doldurulubsa, mütləq bu proseslə maraqlanmalısınız. Hətta əmlakınızın hazırda kupçası varsa belə, reyestrirdəki məlumatların aktuallığını yoxlamaq vacibdir. Kim narahat olmamalıdır deyə bilərik. Son 5-10 il ərzində əmlak almış və sənədləri rəqəmsal formada olanlar üçün proses daha az çətin olacaq. Lakin onlar da reyestrirdəki məlumatların tam və dəqiq olduğuna əmin olmalıdırlar. Gəlin real həyatdan bir neçə nümunəyə baxaq. Nümunə 1. Vüqar bəy. Vüqar bəy Bakının mərkəzində 1995-ci ildə alınmış bir mənzildə yaşayır. Onun mənzilinə dair əlində yalnız köhnə kağız kupça var. Yeni qanunla Vüqar bəyə məlumat verildi ki, onun kupçası rəqəmsal reyestrdə qeydiyyatdan keçirilməli və ya yenilənməlidir.
Əks halda gələcəkdə mənzilini satmaq, miras qoymaq və ya girov qoymaq istəyəndə problemlərlə üzləşəcək. Vüqar bəy bu prosesə laqeyd yanaşdığı təqdirdə bir neçə il sonra mənzilini satmaq istəyəndə alıcının tapılması belə çətinləşəcək. Çünki heç kim qeyri-şəffaf sənədləri olan bir əmlakı almaq istəməyəcək. Ona görə də Vüqar bəy Dövlət Əmlak Xidmətinin müvafiq qurumuna müraciət edərək sənədlərini yoxlatdırmalı. Lazım gələrsə yeni çıxarış əldə etməlidir. Bu proses zamanı ortaya çıxa biləcək bəzi çətinliklər, məsələn, mənzilin ölçülərinin köhnə sənədlərdəki ilə fərqlənməsi, yaxud binanın texniki pasportunda qeydlərin qeyri-dəqiq olması kimi hallar əlavə vaxt və xərc tələb edə bilər. Təsəvvür edək ki, Vüqar bəyin mənzilinin sahəsi köhnə sənədlərdə 80 kvadrat metr, amma yeni ölçülər 82 kvadrat metr göstərir. Bu 2 kvadrat metr fərqi üçün əlavə sənədləşmə və bəzən cüzi də olsa haqq ödəmək lazım gələcək. Üstəlik, bu yenidən qeydiyyat prosesi üçün müəyyən bir dövlət rüsumu da tələb olunur ki, bu da ortalama 50-100 manat civarında ola bilər, əmlakın növündən və ölçüsündən asılı olaraq. Nümunə 2. Aygün xanım. Aygün xanımın Naxçıvanda nənəsindən miras qalmış 15 sot torpaq sahəsi var. Bu torpaq Sovet dövründə kolxozdan ayrılmış və sadəcə qonşular tərəfindən tanınan bir akt ilə istifadə olunurdu. Aygün xanım uzun illər bu torpağın sənədləşdirilməsi ilə məşğul olmamışdı. Yeni qanuna görə bu cür torpaq sahələrinin də dövlət reyestrində qeydiyyatı məcburidir. Aygün xanım üçün proses daha çətin ola bilər. Çünki onun əlində müasir tələblərə cavab verən heç bir rəsmi sənəd yoxdur. O, ilk növbədə bələdiyyəyə müraciət edərək torpağın statusunu aydınlaşdırmalı, sonra torpaq ölçmələrini aparmalı və yalnız bundan sonra qeydiyyat üçün müraciət edə biləcək. Bu prosesdə torpağın təyinatı, kənd təsərrüfatı, tikinti və s. sahənin dəqiq sərhədləri müəyyən ediləcək. Aygün xanımın işində ortaya çıxa biləcək əsas problem torpağın sərhədlərinin qonşu sahələrlə üst-üstə düşməsi və ya torpağın hal-hazırda başqa bir şəxsin istifadəsində olmasıdır. Bu cür hallar məhkəməyə müraciət etməyi və əlavə hüquqi xərcləri tələb edə bilər. Prosesin ümumi xərcləri isə təkcə rüsumlardan deyil, həm də ölçmə işləri, təsəvvür edək ki, 1 sot üçün 5-10 manat, hüquqi məsləhət ortalama 100-200 manat və s. ibarət olacaq. Üstəlik, Aygün xanımın işi 6 aydan 1 ilə qədər vaxt apara bilər. İkinci əsas dəyişiklik əmlak vergilərinin yeni hesablama metodologiyası. Bu, əmlak sahiblərini ən çox düşündürən məsələlərdən biridir. Yeni qanunvericilik əmlak vergilərinin hesablanması üçün daha ədalətli və bazar reallıqlarına uyğun bir yanaşma tətbiq edir. Əvvəllər əmlak vergiləri əsasən köhnəlmiş kadastr dəyərlərinə əsaslanırdı ki, bu da real bazar dəyərindən xeyli aşağı idi. İndi isə əmlakın yerləşməsi, infrastruktura yaxınlığı, əmlakın növü, yaşayış, ticarət, boş qalan, sahəsi, tikinti ili və hətta təmir səviyyəsi kimi bir çox amil nəzərə alınaraq yeni qiymətləndirmə metodologiyası tətbiq olunacaq. Bu o deməkdir ki, şəhərin mərkəzində yerləşən, yeni təmirli, İnkişaf etmiş infrastrukturla əhatə olunmuş bir mənzilin vergi yükü şəhər kənarında, köhnə binada yerləşən oxşar sahəli bir mənzillə müqayisədə əhəmiyyətli dərəcədə yüksək olacaq. Kimə aiddir və kim narahat olmalıdır? Bu dəyişikliklər bütün daşınmaz əmlak sahiblərinə aiddir. Xüsusilə də dəyəri illər ərzində xeyli artmış, prestijli ərazilərdə yerləşən əmlakların sahibləri vergi yükünün artması ilə üzləşəcəklər. Boş qalan və ya kommersiya məqsədi ilə istifadə edilməyən, lakin potensial olaraq yüksək gəlir gətirə biləcək əmlakların sahibləri üçün də vergi artımı gözlənilir. Real həyatdan nümunələr. Nümunə 1. Elmar müəllim. Bakının ən prestijli rayonlarından birində, mərkəzi prospektdə yerləşən 150 kvadrat metrlik böyük bir mənzilin sahibidir. Əvvəllər o, bu mənzil üçün ildə cəmi 50 manat civarında əmlak vergisi ödəyirdi. Yeni qanunla mənzilin yerləşməsi, böyük sahəsi və bahalı təmirli olması səbəbindən qiymətləndirmə komissiyası tərəfindən onun mənzilinin bazar dəyərinə yaxınlaşdırılmış dəyəri hesablandı. Bu dəyər əvvəlkindən 10 qat daha yüksək oldu. Nəticədə Elmar müəllimin illik əmlak vergisi 50 manatdan
400-500 manata qədər artacaq. Bu, onun üçün ciddi maliyyə yükü deməkdir. Məsələn, hesablamalarda əmlakın hər bir kvadrat metri üçün illik ən azı 3 manat vergi dərəcəsi tətbiq olunarsa, 150 kvadrat metr mənzil üçün 450 manat vergi ödəmək lazım gələcəkdir. Bu dəyişiklik Elmar müəllimin büdcəsinə birbaşa təsir edəcək və onu gələcək illər üçün büdcə planlamasında dəyişikliklər etməyə məcbur edəcək. Nümunə 2. Nigar xanım şəhər kənarında bağ massivində kiçik bir bağ evinə sahibdir. Onun evi 50 kvadrat metr sahəyə malikdir və kənd təsərrüfatı təyinatlı torpaq üzərində tikilib. Əvvəllər o cüzi bir vergi, ildə təxminən 10 manat ödəyirdi. Yeni qanunla onun evinin dəyəri, şəhərdən uzaqlığı və kommunikasiya xətlərinə nisbətən pis çıxışı nəzərə alınaraq qiymətləndirildi. Baxmayaraq ki, vergilər artacaq, Nigar xanımın vergi yükü Elmar müəlliminə nisbətən daha az olacaq. Onun evi üçün illik vergi, məsələn 30-40 manat civarında ola bilər. Lakin Nigar xanım üçün əsas məsələ, əgər torpağının təyinatı kənd təsərrüfatıdırsa və o, hənin torpaqda qeyri-qanuni tikili inşa edibsə, bu halda vergi cərimələri ilə yanaşı, tikilinin qanuniləşdirilməsi üçün də əlavə xərclər və prosedurlar tələb olunacaq. Əgər qeyri-qanuni tikili mövcuddursa, yeni qanunvericilik onun sənədləşdirilməsini daha da çətinləşdirə bilər və hətta tikilinin sökülməsi tələb oluna bilər. İndi isə gəlin qaydalardan bəzi istisnalara, tələlərə və qeyri-aşkar nüanslara nəzər salaq. İstisnalar və güzəştlər. Hər bir qanunda olduğu kimi, yeni daşınmaz əmlak qanunvericiliyində də müəyyən istisnalar və güzəştlər nəzərdə tutulur. Məsələn, şəhid ailələri, müharibə veteranları, Qarabağ qaziləri, 1 və 2-ci qrup əlillər, həmçinin az təminatlı ailələr üçün əmlak vergilərində müəyyən güzəştlər tətbiq oluna bilər. Bu kateqoriyadan olan vətəndaşlar özləri üçün müəyyən edilmiş vergi güzəştlərindən istifadə etmək üçün müvafiq sənədləri təqdim etməklə dövlət qurumlarına müraciət etməlidirlər. Bəzi hallarda yeni tikilmiş binalarda ilk dəfə qeydiyyatdan keçən əmlaklar üçün də müəyyən keçid dövründə güzəştlər tətbiq edilə bilər. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində aparılan fəaliyyətlə bağlı əmlaklar üçün xüsusi vergi rejimi mövcud ola bilər. Tələlər və qeyri-aşkar nüanslar. 1. Sənədlərin natamamlığı və ya yanlışlığı. Ən böyük tələlərdən biri sizin əlinizdə olan sənədlərin tam olmaması və ya onlarda səhvlərin, uyğunsuzluqların olmasıdır. Məsələn, köhnə çıxarışda qeyd olunan əmlakın ünvanı ilə faktiki ünvanın fərqlənməsi, yaxud texniki pasportdakı məlumatlarla real vəziyyətin üst-üstə düşməməsi ciddi problemlər yarada bilər. Bu cür hallarda sənədlərin yenidən işlənməsi, dəqiqləşdirilməsi və ya hətta məhkəməyə müraciət etmək ehtiyacı yarana bilər ki, bu da əlavə vaxt və maliyyə xərcləri deməkdir. 2. Qeyri-qanuni tikililər. Əgər sizin torpaq sahənizdə qanunsuz olaraq inşa edilmiş tikili varsa, yeni qanunvericiliklə onun legallaşdırılması daha çətinləşə bilər. Bəzi hallarda qanunsuz tikililərin sökülməsi barədə qərar qəbul edilə bilər. Bu cür əmlakların sahibləri üçün ən vacib addım mümkün qədər tez müvafiq dövlət qurumlarına müraciət edərək vəziyyəti aydınlaşdırmaq və qanuni həll yolları tapmaqdır. Təsəvvür edin ki, siz kiçik bir yardımçı tikili inşa etmişsiniz, lakin icazəsiz. Bu tikili həm vergi öhdəliyi yaradır, həm də əmlakınızın əsas sənədləşməsində maneə törədir. 3. Ümumi mülkiyyətin idarə olunması. Çoxmənzilli binalarda ümumi mülkiyyətə pilləkən qəfəsləri, dam, zirzəmi, həyət, dair yeni qaydalar tətbiq oluna bilər. Bu qaydalar, məsələn, binaların təmiri, təmizliyi və idarəçiliyi ilə bağlı xərclərin bölüşdürülməsi mexanizmlərini dəyişə bilər. Bu, ev sahibləri arasında fikir ayrılıqlarına səbəb ola bilər. Əgər sizin bina idarə etmə orqanınız yoxdursa, yeni qaydalar belə bir orqanın yaradılmasını tələb edə bilər ki, bu da əlavə öhdəliklər deməkdir. 4. Gecikmə cərimələri. Yeni qanunlar müəyyən prosedurların, məsələn, yenidən qeydiyyatın, müəyyən müddətdə tamamlanmasını tələb edə bilər. Bu müddətlərə riayət etməyən əmlak sahibləri cərimələrlə üzləşə bilərlər. Vergi ödənişlərində gecikmələr də əvvəlkindən daha sərt cərimə tətbiqi ilə nəticələnə bilər.
Təsəvvür edin ki, siz yenidən qeydiyyat üçün son tarixi qaçırırsınız. Bu halda sizə qarşı 50 manatdan 200 manata qədər inzibati cərimə tətbiq oluna bilər. 5. Rəqəmsal sistemə keçidin çətinlikləri. Bütün proseslərin rəqəmsallaşdırılması hər kəs üçün asan olmaya bilər. Xüsusən də yaşlı nəslin nümayəndələri üçün elektron xidmətlərdən istifadə çətinlik yarada bilər. Bu cür vətəndaşlar dostlarından, qohumlarından və ya asan xidmətin müvafiq nümayəndələrindən kömək istəməli ola bilərlər. Keçid dövrü və köhnə hüquqlar. Çox vacib bir nüans. Yeni qanunlar qəbul olunsa da, keçid dövrü nəzərdə tutulur və bu müddətdə köhnə qanunla əldə edilmiş hüquqlar müəyyən dərəcədə qorunur. Bu, əmlak sahiblərinə yeni tələblərə uyğunlaşmaq üçün vaxt verir. Lakin bu keçid dövrünün nə qədər davam edəcəyini dəqiqləşdirmək və verilən müddətdə bütün lazımi addımları atmaq mütləqdir. Bəzi hallarda dövlət keçid dövrü bitdikdən sonra köhnə sənədlərlə bağlı əməliyyatları tamamilə dayandıra bilər. İndi isə gəlin praktik məsləhətlər bölümünə keçər. Bəs siz bu vəziyyətdə nə etməlisiniz? Hansı addımları atmalısınız? End, sənədlərinizi yoxlayın və aktuallaşdırın. İlk və ən vacib addım əlinizdə olan bütün daşınmaz əmlak sənədlərini, kupça, texniki pasport, çıxarış, alqı-satqı müqaviləsi, miras şəhadətnaməsi və s. diqqətlə nəzərdən keçirməkdir. Onların tamlığını, düzgünlüyünü və aktuallığını yoxlayın. Əgər hər hansı bir uyğunsuzluq və ya çatışmazlıq əşkərlansa, dərhal düzəlişlər üçün müraciət edin. Məsələn, mənzilin sahəsi ilə bağlı fərqlər, ünvanın düzgün qeyd olunmaması və ya sənədlərdəki ad-soyad səhvləri kimi hallar dərhal həll edilməlidir. Bu sənədləri rəqəmsal formatda skan edərək elektron arxivinizdə saxlamağınız da faydalı olardı. 2. Vergi borclarınızı yoxlayın. Vergi orqanlarının rəsmi internet saytına daxil olaraq və ya asan xidmət mərkəzlərinə müraciət edərək daşınmaz əmlak vergisi üzrə borclarınızın olub-olmadığını yoxlayın. Mövcud borcları mümkün qədər tez ödəmək, gələcəkdə yaranacaq cərimələrin və faizlərin qarşısını alacaq. Bu, həm də yeni vergi hesablamalarına keçidin daha rahat baş verməsinə kömək edəcək. 3. Mülkiyyətinizi rəqəmsal reyestrdə axtarın. Dövlət Əmlak Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin portalı vasitəsilə mülkiyyətinizin rəqəmsal reyestrdə qeydiyyatda olub-olmadığını, məlumatların aktuallığını yoxlayın. Əgər əmlakınız reyestrdə yoxdursa və ya məlumatlar səhvdirsə, qeydiyyat üçün müraciət edin. Bu proses sizin şəxsiyyət vəsiqəniz və əmlakınızın sənədləri əsasında həyata keçirilir. 4. Vaxtında müraciət edilmə. Yeni qanunvericiliyin tələb etdiyi prosedurları, yenidən qeydiyyat, sənəd yenilənməsi və s. müəyyən edilmiş müddətlərdə həyata keçirin. Son günə qədər gözləmək böyük növbələrə və prosesin uzanmasına səbəb ola bilər. Üstəlik, gecikmələrə görə cərimələrin tətbiq olunma riski var. Hara getməlisiniz? Asan xidmət mərkəzləri. Daşınmaz əmlakla bağlı bir çox xidmətləri, o cümlədən çıxarışların alınması, texniki pasportların sifarişi, məlumatların yoxlanılması üçün bir pəncərə prinsipi ilə asan xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Bu, ən rahat və səmərəli yoldur. Dövlət Əmlak Xidməti, əmlakınızın reyestrdə qeydiyyatı, torpaq kadastrı, texniki inventarlaşdırma ilə bağlı birbaşa Dövlət Əmlak Xidmətinin müvafiq qurumlarına müraciət etmək lazımdır. Notariuslar, alqı-satqı müqavilələri, miras sənədləri və digər əmlakla bağlı əməliyyatların rəsmiləşdirilməsi üçün notariusların xidmətlərindən istifadə etməlisiniz. Bələdiyyələr, xüsusilə torpaq sahələri, qeyri-qanuni tikililərin ilkin sənədləşdirilməsi və ya müəyyən yerlərdə yaşayış qeydiyyatı üçün bələdiyyəyə müraciət etmək lazım gələ bilər. Hansı sənədləri toplamalısınız? Şəxsiyyət vəsiqəsi. Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən əsas sənəd. Mülkiyyət hüququnu təsdiq edən sənədlər. Əvvəlki kupçalar, çıxarışlar, alqı-satqı müqavilələri, bağışlama müqavilələri, miras şəhadətnamələri, məhkəmə qərarları, əmlakı sizə bağlayan hər hansı hüquqi sənəd. Texniki pasport. Əmlakın texniki xüsusiyyətlərini,
sahəsi, otaq sayı, mərtəbəsi və s. Əks etdirən sərək. Əgər yoxdursa, sifariş etmək lazım gələcək. Əmlakın qiymətləndirmə sənədi, xüsusilə yeni vergi hesablamaları üçün tələb oluna bilər. Bu sənəd əmlakın bazar dəyərinə yaxın bir qiymətləndirməsini ehtiva edir. Kommunal xərclərin ödənilməsinə dair arayış, borcunuzun olmaması barədə sübut kimi tələb oluna bilər. Nə yazmalısınız? Müraciət forması. Çox vaxt asan xidmətdə və ya müvafiq qurumlarda standart müraciət formaları mövcuddur ki, siz onları doldurmalısınız. Ərizə. Bəzi xüsusi hallarda və ya əlavə məlumat tələb olunduqda, sərbəst formada ərizə yazmaq lazım gələ bilər. Ərizədə əmlakın ünvanı, növü, sahibinin məlumatları və müraciətin məqsədi aydın şəkildə qeyd olunmalıdır. Hüquqi yardım. Əgər proses sizin üçün mürəkkəbdirsə, sənədləşmədə çətinlik çəkirsinizsə və ya mülkiyyətinizlə bağlı hüquqi mübahisələr varsa, peşəkar hüquqşünasdan məsləhət almaqdan çəkinməyin. Bəzən kiçik bir səhv böyük problemlərə yol aça bilər. Unutmayın, məlumatlı olmaq sizin ən böyük gücünüzdür. Yeni qanunlar bir çoxları üçün çətinliklər yaratsa da, onların əsas məqsədi daşınmaz əmlak bazarında şəffaflığı artırmaq, sahiblərin hüquqlarını daha etibarlı şəkildə qorumaq və dövlət reyestrlərini müasir standartlara uyğunlaşdırmaqdır. Bu dəyişikliklərə vaxtında reaksiya vermək sizin gələcəkdə potensial problemlərdən, cərimələrdən və maliyyə itkilərindən qorunmağınıza kömək edəcək. Sizin əmlakınız sizin varidatınızdır. Onu qorumaq üçün lazımi addımları atın. Bu qədər dəyərli məlumatı sizinlə bölüşdüm. İndi sıra sizdədir. Şərhlərdə öz fikirlərinizi, yaşadığınız problemləri və ya suallarınızı yazın. Bu videonu bəyənin və əgər hələ də abunə olmamısınızsa, kanalıma abunə olun ki, gələcəkdə də bu cür faydalı videoları qaçırmayasınız. Növbəti görüşlərə qədər.